Değerli Qərb Xəbər izləyiciləri, salamlayıram hər birinizi. Bugün biz Qazax rayonunun Çaylı kəndindəyik. Çaylı kəndinin mən gözümü açandan gördüyüm bir stadionu var. O zaman Məhsul İdman Cəmiyyətinə məxsus olan bir stadion idi və illərdir bu stadion baxımsız qalıb. Məhsul İdman Cəmiyyəti dağıldı, Sovet hökuməti dağıldı, amma bu stadionun bu günə qədər gəlib çıxmağında rolu olan bir nəfər bizim Çaylı kəndinin fədakar bir sakini var. Keçmiş futbolçu Layiq Mehdiyev. Hal-hazırda bu stadiona himayədarlıq eləyir və bu stadionu qoruyur və könüllü olaraq da Çaylının gənc uşaqlarına, yeniyetmələrinə futbolun sirlərini məhz bu stadionda öyrədir. Bugün biz bu stadionda Layiq müəllimin təşəbbüsü ilə stadionun ətrafının icma tərəfindən yenidən qurulmasını və dəmir torla çəkilməsi prosesinə başlayıb start verib və Çaylının icma üzvləri də bu işdə Layiq müəllimə köməklik göstərirlər, səsinə səs verirlər. O cümlədən də rayon rəhbərliyinə müraciət edib Layiq müəllim və biz də bu Qərb Xəbər olaraq bu məsələ ilə bağlı məhz Layiq Mehdiyevin özünə müraciət edirik. Dedik ki, bir gedən işi, prosesi öyrənək. Xoş gördük Layiq bəy, nə tərcih? Sağ olun, xoş gəlmişsiniz. Çox sağ olun. Çox sağ olun. Bax, burada nə iş görürsünüz, nə iş görmək istəyirsiniz, hansı köməyə ehtiyacınız var, həm də bir olan işləri deyin və eyni zamanda icmamıza da bizim kanal vasitəsilə səslənə bilərsiniz ki, nə lazımdır və nələr görülür. Bu stadion başlı 1966-cı ildən yaranmış stadiondur. Nuriyev Sıracın təşəbbüsü ilə o vaxtı bu stadion yarandı. Bu stadionu Sovet hökumətinin vaxtında yarandı. O vaxtdan bu stadionda elə futbol yarışları, futbol adı nədir, uşaqlar böyüyür, futbol oyunu oynayır. Bu kənddən də yaxşı idmançılarımız, mən məsələn Şıxiyev Məhəmməd, mən Mehdiyev Layiq, Qazaxın Respublika çempionatında, Damcılıda, Gəzəndə, Şıxiyev Məhəmməd Kəpəzdə, mən Sumqayıtın Xəzərində. Avtomobilçidə oynadı. Orada oynamışıq. Yəni bu kənddə perspektiv oyunçular ola bilər. Perspektivli kənddir. Kəndin özünün başqa göləş üzrə, başqa şey üzrə böyük idmançıları var. Nə səbəbə görə bizim bax bu Çaylı kəndində stadionumuz bərpa halında olsun. Uşaqların həmin təhlükəsizliyi təmin olunmalıdır. Mal heyvan girməsin, maşın girməsin. Daha elə hallar olur ki, maşın uşağı vurub. Maşın uşağı vurub. Hamısı da mənim üstümə gəlir. Layiq müəllim nədir? Bu niyə belədir? Bu niyə belədir? Mən də axırı belə qərara gəldim ki, kəndimizin, Çaylı kəndinin gözəl insanlarla, məhsuldar oğlanlarla bunun dörd tərəfini bağlayaq. Bağlayaq, bir dəfəlik bu hadisələrdən uzaq olaq. Həm də gənclərimiz niyə yaşıl stadionda oynamasınlar? Nəyə görə? Elə gərək torpaqda, palçıqda, mal heyvan gedən yerdə adı nədir, futbol oynasınlar. Mən bir şey deyim, müəllim. Mən Latviyada Valka rayonunun Karki kəndidir, yadımdan çıxıb elə bir şey. Mən orada balaca bir, Kameradan da balaca bir kənddir. Mən orada hələ, mən 80-ci illəri deyirəm. O stadiona baxanda, o cəmaatın axşam yığılaşıb orada. Balalar oynayır, böyüklər oynayır. Mən özümə dedim, bu nədir? Bizə yaraşmır belə şey. Biz millətdə, qardaşım, mən nə deyim, mədəniyyətimiz, dünya mədəniyyəti yayan İslamdan gəlib, Qurandan gəlib. Bizdə niyə mədəniyyət olmasın? Niyə burada mal heyvan otlasın? Niyə burada nə bilim, kimlər maşın sürsün? Uşaqlar, balalar, bax, hər altı bazar, Aslanbəyli, Fərəhli, nəlim, Hürməzidən, başqa yerlərdən gəlib oynayırlar burada. Daşsalahlıdan, hər altı bazar oynayırlar. Daha indi el olur ki, ara günlərdə oynayırlar. Bunları şəraiti biz yaratmayandan sonra. Və kim yaradacaq? Nəyə görə biz, bizim Çaylı kəndində o könüllülər, hər müharibə vaxtı. Azərbaycanda ikinci, üçüncü könüllü dəstə yarandı, müharibəyə gedən uşaqlar. Bax, bu bağça gördüyümüz indi ora başqa sakinlər yaşayır. Orada könüllü dəstə yarandı. Müharibə getdilər uşaqlar, şahidlərimiz var.
Bu könüllü yəni bizim kənddə bu qanımızda var. İndi mən də çaylı cəmaatından, yaxşı olanlardan, əli ayağı tutan uşaqlardan, imkanlı olanlardan kömək istəyirəm. Hansı işlər gördünüz müəllim? İndi mən Hal-hazırda dirəklər bastırıb sizi. Hal-hazırda dirəkləri basırmışıq. Kərəm müəllim sağ olsun, icra başçısının təşəbbüsü ilə, icra başçısının Rəcəb müəllim təşəbbüsü ilə stadionu biz Siz müraciət elədiniz də. Bəli, müraciət elədim. Rəcəb müəllimə, kəndin rayonun icra başçısına müraciət elədim. Və onun razılığını aldıq, rəyini aldıq. Rəy alandan sonra özü də gəldi, baxdı, stadiona gəldi. Gəldi, baxdı, dedi ki, ağsaqqal, nə tər istəyir? Dedim, belə eləmək. Dedi, elə günəpsiyor. Mən rəy verirəm. Ondan sonra mən başladım. Artıq ona qədər durbaları almışdım. Ondan sonra başladı Kərəm müəllimə müraciət elədim. Kərəm də sağ olsun, canı sağ olsun. Kərəm kimi oğlan qoy kəndimizdə bol olsun. 2 gün burada traktor işlədi. 2 gün. Grader. Grader, 2 gün işlədi, düzəldiblər, yaxşıdır, qəşəngdir. Yerdə qalanı da indi yavaş-yavaş düzəldəcəyik. Mən bir dənə müraciətim, ən böyük müraciətim odur ki, o Rusiyada yaşayan imkanlı uşaqlar var. Vaxtilə bax bu stadionda böyüyüblər. İndi maşallah vəziyyətləri yaxşıdır. Yardım eləsinlər. Yardım eləsinlər. Ən böyük. Onsuz da mən bu axırıncı sözüm deyil. Eləsələr də eləməsəm, əgər mən bunu əlimi qoymuşam, mən bunu eləyəcəm. Laik bəy, indi sizin burada görəcəyiniz, planlaşdırdığınız işləri deyək ki, müraciət edəcəyiniz insanlar da bilsinlər. Deməli, stadionun 4 tərəfini setkalamaq. Setkalayırsınız və qazon örtüyünü. Bəli, qazon örtüyü də olmalıdır. Setkanın, məsələn, indi bir yarı almışıq. Yarı almışıq. Yerdə qalan hissəsində indi baxaq da görək nədir olur. Məhrəm müəllimə müraciət elədik. Məhrəm müəllim, sizə köməyimiz lazımdır, sizin bizə köməyimiz lazım. Sağ olsun, gəldi. El oğlumuzdur. Həmişə də elə nə deyirsən, kömək dəyir. Məhrəm müəllim, sağ ol, çox sağ ol, gəldiniz mənim iş yerimə. Mənim də müraciətim budur. Müraciətim odur ki, balalarımız, mən bir şey də demək istəyirəm ki, idmandan gələn gəlir, futboldan gələn gəlir. Dünya iqtisadiyyatının yarısı deməkdir. Fikirləşin, hər respublikada 15-16 komanda var. Ən aşağı. 15 komandanın, bir komandanın 30-32-35 oyunu var. Oraya yığılan tamaşaçıların, gəlirdi da, biznesidir. O mənim bir qohumum var idi, deyir də buna bax, dedi. 22 nəfər oynayır, nə qədər pul gəlir? Milyonlarla insan onlara baxıb, nə qədər pul gəlir? Niyə də gəlməsin? Niyə də bizdə də olmasın? Bizdə məsələn, böyük stadionlar yaratmaq lazımdır. Bütün böyük oyuncular küçə futbolundan. Bəli, küçə futbolundan çıxıb, hamısı da. Hələ o vaxtı mən hərdən bəzi halda təcavüz olurdu burama, stadionlar. Səməd Qurbanova dəfələrlə zəng eləmişəm. Səməd sağ olsun, minnətdarım, mənə kömək edib. Sonra Allah rəhmət eləsin, Azad Rəhimovun keçmiş nazirimiz onun kömək edib. Onun mənim bir yaxın bir dostum var idi. Dedi, qorxma, nə olsa mən sizə kömək eləyəcəm. Bax, belə bu stadionu gətirmişəm, bahala çıxartmışam. İndi də xahiş eləyirəm, mənə kömək eləyin, bu stadionu bağlayaq. Balalarımıza verək, qoy futbol oynasınlar, sağlam böyüsünlər. Yoxsa biz nətəri deyim də, aylar illər getdi, bir də görün burada yox olacaq. Burada yox olacaq. Hələ bir tər saxlamışıq, bax, oradan təpəsi aşağı gəlirlər. Sağdan, soldan hər süzmə keçirlər. Oradan, buradan, biri deyir, toska qoyun, biri deyir, nə qarım, nə eləyim. Bəs, elə pul ticarətdədirmi? Futbolda olan pul, yenə deyirəm, futbolda olan heç bir dünyanın, dünya iqtisadiyyatının yarısından çoxdur. Və ən əsası da sağlamlıqdır. Bəli, ən əsası sağlamlıqdır. Bu ildə bildiyiniz kimi izləyicilərimiz Qazax ölkənin idman paytaxtı seçilib. Mənə elə gəlir ki, bugün Çaylı icmasının
Layiq Mehdiyevin bu təşəbbüsü də məhz bu məsələdə yerinə düşən bir şeydir ki, biz də Qazaxın idman paytaxtı olması Bəli. olaraq öz Bəli, sözləmizi vermiş olaraq. Biz də Qəbxəbər olaraq və Çaylı kənd sakini olaraq Eloğullarımıza buradan, bu tribunada müraciət edirik ki, bu təşəbbüsü yerdə buraxmayaq, bu insanları köməksiz qoymayaq. Gördüyünüz kimi arxa fonda işləyən, çalışan insanlar, onlar da könüllüdülər. Bu təşəbbüsə dəstək veriblər. Gənclərin özləri xeyli müəyyən qədər maliyyə yardımı ediblər. Bir nəfər də Eloğlumuz bir tərəfin bu boru dirəklərini almağına yardım edib, qıskasını almağına yardım edib. Bütün bu məsələlər, bu təşəbbüslər yerdə qalmamalıdır. Böyük bir söz var, geniş anlamda deyirlər. Deyir ki, gərək ki, Tevfik Fikrətin sözüdür. Deyir, sahibsiz olan məmləkətin batması haqdır. Sən sahib olarsan, bu vətən batmayacaqdır. Bu stadion da əsl sahiblərinə, gənclərə, uşaqlara verilməlidir və bunun da sahibi biz Çaylılarıq, biz icma üzvləriyik, biz Qazaxlılarıq və sizə də təşəkkür edirəm ki, bu təşəbbüsü qaldırmısınız. İnanıram ki, çox yaxın zamanlarda siz təşəbbüsünüz icma üzvlərimiz tərəfindən dəstəklənəcək. Sağ olsun. Mən hələ əvvəllər də fikrim var idi elə. Bir-iki dəfə getdim, müraciət elədim, gördüm. Ancaq Rəcəb müəllimə, xahiş eylən ki, Rəcəb müəllim dedi, gəlib yerində baxacağam. Təşəkkür. Çox sağ olsun, mən ona minnətdaram. Gəldi, yerində baxdı. Dedi, ağsaqqal, fikrin nədir? Dedim belə, dedi, işini görübsün. Canı sağ olsun. Çox sağ olun. Məhrəm müəllim, çox sağ ol. Gəldiyinizə görə, mənə dəstək verdiyinizə görə sizdən razıyam. Çox sağ olun. Sabah da bizim burada iməclik olacaq, durbaları basıracaq, başqa stadion üçün lazım olan işləri görəcəyik.